Salam, xoş gördük hər birinizi, dəyərli dostlar, dəyərli izləyicilər. Hər dəfə olduğu kimi sizin qarşınıza maraqlı qonaqlarla çıxırıq. Bugün də ümid edirik ki, müsahibə aldığımız şəxs sizin üçün çox maraqlı olacaq. Müsahibimiz ekstrasens Seymur bəy olacaq. Salam, xoş gördük Seymur bəy. Əleyküm salam. Mən də sizi bugün xoş görürəm. Xoş gəlmişsiniz, səfa gətirmişsiniz. Həmişə söz gələsiniz. Seymur bəy, sizi bir dəfə çəkmişdik, insanlara, izləyicilərimizə sizin videonuz maraqlı gəlmişdi və bizə xahiş etdilər ki, yenidən sizinlə müsahibə alaq. İzləyicilərin xahişinə ilə gəldik bu günlərdə sizinlə müsahibə alaq və onların sizə verəcəyi bir neçə suallar vardır ki, onlardan birini sizə təqdim edim. Yəni, indiki vaxtda ekstrasenslərə, bioenergetiklərə, baxıcılara, müəyyən sahənin adamlarına müraciət edənlər vardır. Və təbii ki, olayın səsini, işini bilənlər var, bilməyənlər var. Təbii ki. Bir şəxs, bir insan, bir ekstrasensə müraciət edən zaman necə bilsin ki, bu həqiqətən də bu yaxşı işini bilən adamdır, ya fırıldaqçı deyil. Bunları indiki özünüz də təsdiqləyə bilərsiniz ki, insanları aldadanlar çoxdur. Biz də güman edirik ki, siz onlardan deyilsiniz. Yəni, inanırıq ki, siz onlardan deyilsiniz. İlk insan sizə müraciət edən zaman sizin yaxşı və pis ekstrasens olduğunu necə bilsinlər? Yəni, siz yaxşı olduğunuzu necə sübut edə bilirsiniz? Ancaq işimin nəticələri ilə. Yəni, mən deyə bilmərəm ki, mən güclü ekstrasensəm. Özümü tərifləməyə də ixtiyarım yoxdur. Bilirsiniz necədir? İxtiyarı yoxdur deyəndə Seymur bəy, məsələn, adamlar, bəzi ekstrasenslər vardır ki, həqiqətən heç nəyi bacarmırlar. Amma o qədər gözəl, mükəmməl danışırlar ki, sanki düşünürsən ki, elə bundan başqası yoxdur. Siz, həqiqətən də sizin bu bacarığınız, gücünüz vardırsa, nədən insanlar sizi tanımasın, siz özünüzü tərifləməyəsiniz? Valla, bacarıq, güc, onu insanlar qiymət verər. Mən özümə güvənirəm. İşimin də nəticələri olur. Bunu da ki, insanların deməyi ilə, belənçinə deyirəm, mən nəticə çıxardıram. Yəni, demək istəyirsiniz ki, insanlarla sizin qəbulunuz, seansınız olmalıdır ki, siz həqiqətən də, burada məsələn, videodan belə çox ki, görünüşdən sizi yaxşı tanımaya da bilərlər, tanıya da bilərlər. Bəli, heç kim, məsəl üçün, birdən-birə heç kimə qiymət verə bilməz. Mən belə deyim ki, insana ilk qiymət necə verilir? Onun işindən, əməlindən, bacarığından, işinin nəticələrindən, hələnçinə qiymət verərlər. Həmən tanımadığım insanı mən necə ona qiymət verə bilərəm ki? İnsanlar da hələnçinədir. Bu dəqiqə hal-hazırda siz bilirsiniz yəqin də, o qədər insanları aldadırlar, o qədər məsəl üçün... Elə bu səbəbdən də biz də insafsızlıq eləyirlər. Dedik ki, yaxşını pisdən ayırmaq üçün insanlar bilməlidir ki, mən yaxşı bir ekstrasensə müraciət edirəm. Təbii ki, maraqlansınlar, soruşsunlar, soruq eləsinlər. Ən azından qəbula gəlməlidirlər ki, sizinlə görüşməlidirlər ki, bilməlidirlər. Canlı seans başqa bir şeydir. Ən azından qəbula gəlməmişdən öncə o adam haqqında birinci soruşsunlar, araşdırsınlar. Biz bildiyimizə görə, insanlar da müraciət edirlər, biz bir dəfə video çəkmişdik sizdən. Çoxlu insanlar sizə axtardılar, sizin nömrənizi istədilər. Biz də dedik ki, nömrəsi var, özünüzlə danışın. Sonra da bizə razılıqlarını bildirdilər ki, baxın, burada belənçinə olmalıdır, başa düşürsünüz. Razılıq olmalıdır ki. Bəli, təbii ki. Bax, sizin qəbulunuza gələn pasientlər var ki, elə sonra negativ enerji ilə gəlirlər, pozitiv enerji ilə gələnlər, bax, hərənin bir cürünə problemlə gəlirlər də. Sizin yanınıza gələn insanlarda, məsəl üçün, negativ enerjili insanlar olur da. Ümumiyyətlə, negativ enerji insana necə təsir edir? Cürbəcür təsir edir. Məsəl üçün, necə? Məsəl üçün, insan əsəbi olur. Səbirsiz olur, hövsələsiz olur. İnsanla ünsiyyət qurmaq üçün, məsəl üçün, biraz
özünüzdə də səbir, hövsələ olmalıdır. Sual verirsən, məsəl üçün, sənə sualla cavab verir. Səni çaşdırmaq istəyir, səni yoxlamaq istəyir, özü səni, məsəl üçün, aqressiv hərəkətlər eləyir. Sən bu insanda bunu görürsən ki, yəni, nəsə xoşa gəlməz hallar var. Yəni, müəyyən eləyirsən. Orada sonra prosesin öz üsulları var. İnsanlar deyirlər ki, mənə cadu olunubdur, mənə tilsim olunubdur, mənə nə bilim nə ediblər, qonşu mənə nə etdi, nə bilim filan kəs mənə nə etdi. Belə şeylər ümumiyyətlə cadudur, tilsimdir, varmı həqiqətən? Bunlardan insanlara pislik eləmək olarmı? Ya ümumiyyətlə siz belə insanlara necə kömək edirsiniz? Sizdə o hansı gücdür ki, siz tutaq ki, bir negativ enerjili insan sizə yaxınlaşır, cadulu insan yaxınlaşır, cin musallat olunmuş, əgər elə şeylər vardırsa, musallat olunmuş şəxsə yaxınlaşır. Siz ona necə kömək edirsiniz? Hansı müddətə kömək edə bilirsiniz? Ümumiyyətlə istədim bu mövzu haqqında danışasınız daha ətraflı. Baxın, cadu mövzusuna, əməl mövzusuna toxunursunuzsa, bunu məsəl üçün inananlar da var, inanmayanlar da var. Gedək, belə deyək də, 1500 il əvvələ. Yəni, bu haqda əgər Quranda surə nazil olubsa, deməli, bu hələ-belə Allah Teala tərəfindən bu surə, elə deyək ki, Nas surəsi, Fələq surəsi, Ayət-ül Kürsü, yəni bunlar hələ-belə Peyğəmbərə nazil olmayırdı. Bu da, yəni, çox insanlara bu surələr kömək eləyib. Cadu olunmuş insan sizə müraciət edirsə, konkret olaraq siz ona hansı müddətdə kömək edə bilirsiniz? Baxış keçirilir. Müəyyən olunur, var ya yoxdur. Çünki insan var, məsəl üçün deyir ki, mənə əməl olunubdur, məsəl üçün filan kəs tərəfindən. Hələ bir şey yoxdur. Sadəcə o insanın özünü pis hiss eləyir. Yəni, məsəl üçün, belə deyim də, üstədə, o həkimə də müraciət eləməlidir. Yəni, demək sizlərə müraciət eləməmişlər. Bəli, təbii ki, tibb bu da hər bir sahədə inkişaf eləyibdir. O, yəni, özünü psixoloqa göstərməlidir, həkimə göstərməlidir, yoxlanılmalıdır. Çünki deyir ki, 10 gündə halım yoxdur, özümü pis hiss eləyirəm. Mənə əməl olunubdur. Baxırıq, heç nə yoxdur. Tərtəmizdir bu insan. Deyirik, get bir həkimə göstərmirsən özü. Gedir həkimə yox, görür ki, təzyiyi yüksəkdir. Ya təzyiyi aşağıdır. Amma bəzən olur ki, elə insanlar da qəbul olunmur. Çünki biz danışıqlarda olur ki, bəzi insan izləyicilər var ki, deyir ki, bizə cadu olunur, mənə bir ekstrasens lazımdır. Deyir, bəlkə siz onu hardan yoxlatdırmısınız, bəlkə yoxdur sizdə. Deyir, yox, mən onu özüm hiss eləyirəm. Hiss eləyirəm. Mən də onu demək istəyirəm ki, yəni, insan özündə onu hiss eləyir. Hiss eləyir. Amma hissiyatlar da qarışıq olur axı, başa düşürsünüz. Hələ insan olur ki, hiss eləmir. Hələ insan olur ki, gəlir, qəbula gəlir, musallatlıdır. Sənlə oturur, hələ söhbət edir ki, deyirsən, bu ali savadlı adamdır. Biraz, məsəl üçün, yoxlanış eləyəndən sonra, görürsən ki, bir üzə verdi özünü. Yenə də, onun əsəblərinin korlanmağında da problem ola bilər. Yenə də ona məsləhət görürük ki, həkimə göstər özünü, psixoloqa göstər özünü. Ondan sonra əgər bunlar bir nəticə verməsələr, ondan sonra biz əlimizdən gələni eləyirik. Cadunun insanın həyatına təsiri nədir? Məsəl üçün, hər hansı bir xəstəliyə gətirib çıxarda bilərmi? Xəstəliyə gətirib çıxarda. Övladı olmayan insanlar var ki, deyir ekstrasensə müraciət edir, deyir ki, sən cadun var ya negativin var, ona görə sənin övladın olunur. Belə şeylər mümkündürmü? Təbii ki. Əlbəttə ki, mümkündür. Yəni, cadu eləməklə insanın övladı olmaya bilər? Ola bilər. Yəni, bunu da ki, çox, yəni, təcrübə eləyib və nəticələrə gəlib çıxırlar. Siz hansı müddətlərdə bu işlə fəaliyyət göstərirsiniz? Yəni, insanlar qəbul edirsiniz, danışırsınız, insanlara kömək edirsiniz. Neçə yaşınızdan və neçə illər
bundan öncə, ya yenidirmi? Yəni izləyicilərimizə istəyir ki, siz daha ətraflı tanıdılar. Yalan deyə bilmərəm, hardasa bir 15 ilə yaxındır. Sizin bu sahədə müəlliminiz olubmu? Yoxsa elə Allah tərəfindən verilib bu bilgi? Hər bir sahədə kiminsə müəllimi olur. Hər bir sahədə müəllim olur. Olmalıdır da. Düzdür, mənim müəllimim həyatda deyil, rəhmətə gedib. İzləyicilərimiz hər dəfə bu sualları bizə deyirlər ki, yəni ekstrasenslərlə müsahibə adamlarla müsahibə alanda onlardan bildirin ki, yəni bu qədər qiymətin baha olmasından şikayətlənirlər. Yəni ekstrasens var ki, deyir ki, telefonla baxır, onlayn formada baxır, nə bilim canlı qəbul edir, 50 manat, 100 manat deyir, insanların maddiyyətin fikirləşmirlər. Yəni siz də onlar kimi, yəni çox məbləğ deyən insanlardansınız, yoxsa necə? Yox. Yəni bu sualları bu cür verirəm ki, yəni izləyicilər başa düşsün ki, biz heç bir şey məbləğ deməyin özü düzdür. Nəyə görə? Çünki insanlar bu dəqiqə kasıbı var, imkanı olanı var, olmayanı var. Məsəl üçün, imkanı olan, məsəl üçün, özü başa düşür, görür ki, siz əziyyət çəkirsiniz, siz gördüyünüz ki, bir kəlmə deyir ki, imkanım yoxdur, deyirəm, yəni, problem yoxdur. Yəni, o demək deyil ki, sizlə elə hər bir şeyi insanlar özləri də başa düşməlidir ki, siz əziyyət. Mən sizə bir söz deyim, əsas puldur. Amma puldan da önəmli, əziyyətdə də önəmli. Ən birinci, qarşı tərəf sizə müraciət edən insanı siz razı salmalısınız. Yəni, sizdən narazı olan şəxslər olubmu bu sahədə? Ətrafımızda belə insanlar görürük ki, deyirlər ki, mən evə girə bilmirəm, evdə sanki negativlik çoxdur. Nəsə, mənim evimə nəsə eləyiblər, evə girə boğuluram. Ümumiyyətlə, ev şəraiti nəsə negativlik evin sənin yaşamağına təsir edilmir. Ümumiyyətlə, evə nəsə negativlik varsa, siz onların təmizlənməsinə kömək edə bilirsiniz. Təmizlənməsi kömək eləməyin birinci olar özləri. Üzərliyi var, dəfnə yarpağı var. Yəni evin negativini təmizləmək. Bəli, Türkiyə çarələr var ki, bizim dədələrimizdən, babalarımızdan, yəni nənələrimizdən qalıb da bu, yəni üsullar. Onlardan çox istifadə eləsinlər. Əgər nəticə çıxmasa, onda o müraciət eləsinlər. Yəni bu sahədə işi görən adamlar. Siz bildirdiniz ki, cadu vardı. Cadu olunmuş insan özünü o cadını təmizləyə bilərmi? Təbii ki, bəli. Bəs o özü-özündə batil eləyə bilərsə, siz nə iş görürsünüz də? Yəni o özü-özündə bunu batil eləyə bilir. Batil eləyir, amma negativlər qalır. Hə, yəni demək istəyirsiniz ki, onu özünə təmizləyir, bir müddət deyil. Bəli. Negativlər qalır. Və siz necə edirsiniz bəs onun negativləri bütün təmizlənir və yəni canlı olmuş insan təkrar yenidən oluna bilərmi? Belə deyək də, yolla gedirsiniz, yağışlı havadır, bir maşın keçir, sizi məsəl üçün gölməçədən keçir, sizi istadır. Üstü başınızı təmizləyirsiniz, amma ləkələr qalır. Həmin ləkələri necə təmizləyirlər? Gətirirlər, yəni kimyəvi maddələrlə təmizləyirlər bunu. O tam təmizlənir. Bu da belənçinədir. Özü təmizləyir. Ayələr, surələr, məsəl üçün istirkafir deyilən hazırlanma var. Ondan istifadə eləyirlər. Üzərlikdən, dəfnə yarpağından istifadə eləyirlər. Bu da nəticə verir, amma müvəqqəti. Çünki ləkələr qalır. O ləkələr də tam kökündən təmizlənməlidir. Ruzinin azalmasına səbəb nədir? Ümumiyyətlə, negativ enerji insana ruzini azalda bilərmi? Ümumiyyətlə, siz ruzisi azalmış insana ruzinin çoxalması ilə bağlı indiki vaxtda bilirsiniz ki, dualar yazırlar, ruzu duası da. Belə şeylər mümkündürmü? İlk öncə araşdırılır. Nəyə görə ruzu yoxdur? Hansı yol bağlıdır? Hansı, məsəl üçün, dalğalar işləmir. Ola bilsin ki, məsəl üçün, normaldır, yəni bu rutin bir şeydir. Yəni, bir müddət, məsəl üçün, bu insanda indi dayanıb, sonra özü, məsəl üçün, ruzi yolları açılır. Məsəl üçün, ruzun gəlişində azalma, çoxalma, bu normal haldır. Amma ümumiyyətlə, ruzu olmaması? Olmaması negativ
məsəl üçün kanallar tutulur. Ruzi kanalları negativ yolla tutulur, bağlanır. Bu da ki, çox şeylərdə həyata keçir. Məsəl üçün, özünüz bilirsiniz ki, sədəqə, sonra xums, zəkat, belə şeylərə riayət eləmək lazımdır. Çox adamlar, məsəl üçün, belə şeylərə riayət eləmirlər. O da gətirir bunların həmin ruzi kanallarını bağlayır. Bağlanmasına gəlir. Bəli, bu sahədə baxış, araşdırma keçirilir, yəni baxış, yoxlanma və bu əgər bir üzə çıxırsa, burada ruzi duası ilə və ya məsəl üçün təmizlənmə, ruzi yollarının təmizlənməsi ilə yəni bu problem aradan götürülür. Belə bir sual verim. Siz deyirsiniz ki, ruzi duası yazılır. Bəli. Düzdürmü? Ruzi duasını adamlar var, yazır boynundan asır, biri gətirib evə qoyur. O ruzi duasını yazdırmaqdansa sizə o ruzi duasını özü oxusa daha effektli olar, yoxsa ruzi duasını yazıb onun içərisindəki nə olduğunu bilməyib boynunda assamaq yaxşıdır? Belə bir şey deyim də, havas elmində, məsəl üçün, mən yenə dediyim kimi, araşdırma keçirilir. Yəni, onların çox fərqli üsulları var. Elə adam var ki, məsəl üçün, ona yazılmalıdır. Haradasa ən azından 40 gün o dua onun üzərində qalmalıdır. Amma hələ insan var ki, onun üçün sadəcə o oxunmalıdır. Yəni, o oxuduğu müddətdə orada zikirlərdir, məsəl üçün, dualardır. Yəni, bunlar onun ruzi yollarının açılışında köməklik eləyir. Amma, yəni, yenə də dediyim sizə, cürbəcür, yəni, çox orada üsullar var. Yəni, çox fərqli. Sizə hansı kateqoriyalı insanları müraciət edir? Yəni, hansı xəstəliklə bağlı mı deyim, yoxsa hansı problemlərlə bağlı müraciət edir? Ən çox psixoloji problemlərlə müraciət edirlər. Bu ilə də bağlı, yenə dediyim kimi, məsləhət görülür ki, ilk öncə həkimlərə görülsün, tip sahəsindən, yəni yoxlanmadan keçsin. Əgər bir problem yoxdursa, onda biz əlimizdən gələn köməkliyi... Yox, problem yoxdursa, yoxdur. Problem yoxsa sən niyə müraciət eləsinlər? Tip sahəsində problem yoxdursa, tip sahəsi ilə bağlı bunun əgər heç bir, məsəl üçün, nəticə vermirsə, onda bu insanda ruhani sahədə... Sizə xəstəliklə bağlı, indi yəni müraciət bildiyimizə qədər sizə insandan müraciət də eləyiblər. Hansı xəstəliklə bağlı? Yəni dediyim kimi, psixoloji problemlərlə müraciət eləyiblər. Allahın köməkliyi ilə də, yəni, köməkliyi də eləmişik və... Tutaq ki, insan vardır ki, sizə müraciət edir, xəstəliklə bağlı. Məsəl üçün, qorxubdur, qorxub. Bu adam qorxudan şok keçirdi. Şok keçirdi. Psixoloq yanına gedib, yenə də qorxu bunun canında qalıbdır. Həkimlərə gedib, sakitləşdirici, ya məsəl üçün müalicələr alır, bir müddət keçir, yenə bu insan bu qorxudan qutara bilmir. Bəs bu həmin pasient gəlib sizin qəbulunuzda, düzdürmü? Siz ona ilk baxışda xəstəliklə bağlı müraciət edibsə, siz ona adamlar var ki, kartla baxırlar, eləsə hələnin bir üsulu var, baxma üsulu var. Siz ona necə baxırsınız, hansı üsulla baxırsınız ki, onun orqanizminin müəyyən bir, bilirsiniz ki, parapsixoloqlar, bioenergetiklər vardır ki, toxunmadan belə sənin orqanizmində hər hansı bir xəstəlik olur. Bizdə ayələrdir, vəfqlərdir, ayələrdir, dualardır, onlar oxunur və ona reaksiya verilirsə, deməli bu insanda ruhani problem var. Əgər reaksiya vermirsə, bu adamda tip sahəsində. Yəni mən bildiyimə görə sizin ən çox müalicə elədiyiniz sahə negativliklə bağlı. Negativ. Bunların bütün problemləri, yəni mənfi negativlərin yüklənməsidir. Mən belə deyim də üstədir. Musallatdır, bu da mənfi negativdir. Bunlar hamısı mənfi negativlər kateqoriyasına aid bir şeylərdir. Ailələr vardır ki, övladlarının evlənməməsindən narahat olurlar.
qızlar vardı ki, müəyyən yaşı keçmiş xanımlar vardı ki, oğlan bəylərimiz vardı ki, ailə həyatı qurmamasında siz onlara necə kömək edə bilirsiniz? Global Bu nə ilə bağlıdır? Bu global problem. Bəli, buyurun. Bu da ki, bilirsiniz necə, yəni çox müraciət olunur, baxış, yenə dediyim kimi, baxış keçirilir, müəyyən olunur, nədir səbəb? Səbəblər cürbəcür olur. Mənfi negativlərin, yəni insan, necə deyim sizə, baxın da belə deyim də, sadə dillə başa salım. Məsəl üçün, insan özünə arxayın döyür ailə qurmağa. Ən asan usuldur bu. Ən, yəni, problemsiz usuldur. Sadəcə özünə arxayın döyür. Bu insan başlayır, yəni bu insan yox, onun valideyni başlayır düşünməyə ki, bu insanda bu əməldir, yolları bağlıdır, buna nəsə olunub, nəsə olunub. Müraciət olunur. Baxış keçirilir, yoxlanılır. Görülür ki, bu insanda əməl deyir, negativ də deyir, özünə güvənsizlikdir. Özünə güvənsizlik, yəni insanın psixoloqa da göstəriblər, yəni həkimə də göstəriblər. İnsan, həkim, yəni müəyyən yoxlayır, müəyyən edir, normaldır. Orqanizm sağlamdır. Psixoloq yoxlayır, yəni heç nə, məsəl üçün, nəticə ala bilmir. Amma insanın özündə güvənsizliyi var. Bu da mənfi negativ kateqoriyalarına aiddir. Yəni, o qədər beyindən fikir. Bir səbəb bunu göstərəkdə, yəni özünə güvənsizlik. İndi deyəcəm, səbəbini də deyəcəm. Baxın, həmin negativ o insanın beynində özünə güvənsizlik yaradır. Bu insanı ruhən təmizləyirik, ruhən təmizlənir, mənfi negativlər bu insanda götürür, insanda özünə qarşı arxain, özünə arxainləşmə hiss olunur. Negativlər təmizlənəndən sonra. Çünki bu adam yükdən azad oldu. Yükdən azad oldu və arxainlik özünə gəldi. Düzdür, bunu deməklə biraz çətin gəlir. İnsan bunu çox çətin şeydir. Amma ki, necə deyim sizə, bu, yəni sınanmış bir üsuldur və nəticədə verir. Və çox nəticələr var. Bu, özünə güvənsizlikdir. Deməyin bir səbəb. Bəli, təbii ki. Digər səbəblər əməl, yəni insanın bütün fikrini dağıdır. Əməllər də, yəni, ən çox nəyə nöqtələnir? Fikirlərin dağıtmağa. Yəni, bunun da indi öz... Yəni, siz onlara kömək edə bilərsiniz, bir xanım olsun, bir bəy olsun ki, ailə həyatı bilmir. Kömək eləmişəm, nəticələr də bir üzdədir. Yəni, nəticələr də verib, şükür Allaha, Allahın köməkliyi ilə, yəni, həyata da keçibdir. Ailə də qurulubdur, xoşbəxt ailələr də yaranıbdır. Ancaq, yenə də bu ailələrə, ya gənclərə məsləhət görərəm ki, yəni, bilmədən özlərinə, yəni, düzdür, güvənsizlik yaranır. Bunu yoxlamadan, bilmədən gedib, məsəl üçün, duanla, cadu ilə ailə qurmasınlar. Bu, yəni, necə deyim, xoşa gəlməz halda. Duanla, cadu ilə ailə həyatı qurmaq mümkündürmü? Mümkündür, amma ki, məsləhətlidir. Çünki qısa müddətlidir. Təbii ki, hər birimiz bunu bildirir ki, yəni pis işlərdən uzaq duraq. Təbii ki. Çalışan həmişə yaxşı işlər görəyin, yaxşılıq eləmək gözəldir. Bəli. Sadəcə özlərinə arxain olsunlar, heç nədən qorxmasınlar, ailə həyatını qurmaqdan qorxmasınlar, ürəkli olsunlar, heç bir qorxulu bir şey də yoxdur. Əksinə, yəni çox gözəl bir gələcəkdir bu. Ancaq ki, düzdür. Təəssüf ki, belə hallarda olur ki, burada mənfi negativlər rol oynayır. Bununla da ki, Allahın köməkliyi ilə əlimizdən gələn köməkliyi eləyirik və nəticələrində şükür Allaha görürlər. İzləyicilərimiz bizə bizim videoların şərh bölməsində yazmışdı. Belə bir sual, maraqlı bir sual yazmışdı ki, bizim özümüz üçün də maraqlıdır. Niyə məhz Azərbaycanda ekstrasenslər, parapsixoloqlar, bioenergetiklər daha çoxdur? Sual verirlər, niyə bu cin musallatı olunmuş
insan, təkcə Azərbaycanda olur, xristiyanda olmur, xarici ölkələrdə olmur, bu daha çox insanlar bu şeylərə getmirlər. Niyə Azərbaycanda ekstrasensə daha çox müraciət edənlər var? Niyə ki? Yəni, cin musallatı təkcə Azərbaycanda olur mu? Yox. Elə deyil. Xarici ölkələrdə də var. Bəli. Hətta araşdırsınlar, yəni bu sahəyə ezoterika sahəsi deyirlər. Və bunun da yəni təcrübəli, bu sahədə təcrübəli yəni şəxslər var. Təbii ki, araşdırsınlar, onların yəni dokumental yəni çəkilişləri də var, internetdə də var. Yəni xristianlarda da var, katoliklərdə də var, pravoslavlarda da var. Yəni xristian elə katolik, pravoslav elə bu xristian dininə aiddir. İslamda da var. Belə deyim ki, budizmdə də var, şamanizmdə də var. Sadəcə bunun öz elmi adları var. Yəni bunun öz elmi var və bunun da bu sahədə yəni təcrübəli şəxsiyyətlər var. Siz insana müraciət edənlər, siz seans edən zaman şamlardan istifadə edirsiniz? Bilirsiniz necə? Hər bir seansın, hər bir işin öz usulu var. Şamlardan da istifadə olunur, sudan da istifadə olunur. Çünki bildiyiniz kimi su kod yaddaşı olan bir mayədir. Suyu. Buxarlardan da istifadə olunur. Ayələrdən də, təbii ki, yəni ayələrdən də, surələrdən də istifadə olunur. Burada ruqyələr də mütləq istifadə olunur. Çünki ruqyələrdə verilən həmin o dalğalar insanlar, yəni mənfi neqativlərə, müsbət yerlərə təsir eləyir. Bildirirsiniz ki, yəni şamlardan istifadə edirsiniz. Çünki nəyə görə bu sualı verdim? Digər ekstrasenslər vardır. Xüsusi hazırlanmış şamlardır. Hər bir şamdan istifadə eləmək olmur. Xüsusi hazırlanmış şamlardır. Bəli, təbii ki, bunu da ki, yəni öz müəyyən reseptləri var. Bu da ki, hər işin özünə görə, özünə aid, yəni xüsusi hazırlanmış şam olmalıdır. Mənim özüm üçün də maraqlıdır. Çünki mən bunu gözümlə görmüşəm ki, bir parapsixolog, bir bioenergetik seans edir. Deyir ki, sənin şamlarından seanslar edəcəm. 2 seans olacaq, 5 seans olacaq, bilmirəm. Yəni, o seansları keçəcək. Deyir ki, sənin seansında 4 dənə şamdan istifadə edəcəm. Hər şamın birinin qiyməti 50 manatdan hesablanır. Yəni, bunu şəxsən mən özüm qulağımın şahidiyəm və eşitmişəm də, bunu sözümdə arxasında dururam. Yəni, 50 manata bir şamı 4 dənə şamdan istifadə edəndə 200 manat edir. Hələ bu insana kömək eləmədən 200 manat bu insan şama pulu verirdi. Baxmaq üçün, yoxlamaq üçün seans indi neçə seans keçəcək, bunun günü, vaxtı, zamanı gedir, sonra nə bilim yol pulusu var, maşından gələnin benzini vardır, bunu rasyon hesablayanda böyük bir məbləğ eləyir. Yəni siz də onları, şamları insanlara 150 manatdan deyirsiniz. Yox. Yəni belə, mən özüm də düşünürəm ki... Bilirsiniz necə, mən sizə bir söz deyim. Mən dediyim kimi xüsusi hazırlanmış şamdır, amma ki 50 manat yoxdur. Yəni insanları aldatmaq olmazdır. Mən hər dəfə deyirəm, yəni şamlardan bir ticarət yaratmaq lazım deyil. Yox, mənim özümün hazırladığım şam niyə 50 manat olsun ki? Bunun mumun kilosu 30 manatdır. Niyə 50 manat olmalıdır ki? Sizə son olaraq elə bunu da demək istədim ki, düşünürəm ki, bizim bu videomuza, müsahibəmizdən insanlar bir nəticə çıxardacaqlar və əgər sizə müraciət edən insanlar olarsa da, düşünürəm ki, sizdən yararlana biləcəklər, yaxşılığa doğru yararlana biləcəklər. Mən belə düşünürəm və son olaraq izləyicilərə nə demək istəyərdiniz? Mənfi işlərdən uzaq olsunlar. Yəni, mənfi negativlərdən, pis əməllərdən, əsas pis əməllərdir. İnsanların mənfi negativliklərin, yəni səbəbləri əsas pis əməllərdir. Yalandır, böhtandır, oğurluqdur, haramdır. Bunlardan uzaq olsunlar. Ancaq düz və düz olsunlar. Həyatlarında da, sözlərində də, əməllərində də. Sağ olun Seymur bəy, dəyərli fikirlərinizə görə.
dəyərli vaxtınızı ayırdınız, izləyicilərimizə maraqlı suallarımıza cavablandınız. Sağ olun, təşəkkür edirik. Sağ olun.